Deməli, əsəbimdən partlayıram. Bu videonu çoxdan yazmaq istəyirəm, amma o boyda Kontakt Home mağazalar şəbəkəsində, hansının ki, mən illərdir müştərisiyəm, paylaşmaq istəyirəm ki, siz də bu aferistlərin əlinə düşməyəsiniz və bunlardan məhsul almayasınız. Deməli, mən keçən il may ayında bunlardan Xiaomi X Pro 20 Plus dosyoran almışam, robot dosyoran. Hansı ki 2-3 aydan sonra artıq soğurmurdu, çox pis işləyirdi. Mənə ağzı dolu deyiblər ki, qızıl qarantiya götür, 3 illik sən onu sındırsan, nəyəsə sınsa, sən rahat şəkildə gətirib onu dəyişə bilərsən. Mən üstəlik 300 necə manat qızıl qarantiya pulunu da vermişəm. Gətirdim, göndərdilər servisə və oradakı Nağıyev Rasim adlı işçi mənə dedi ki, zavod qüsurudursa, sizə 100% şəklində kompensasiya ödəniləcək. İşçimiz deyir, səhv buraxıb, o səhvinə görə sizə 50 manatlıq kupon verə bilərik, amma kompensasiya sizə düşmür. Dedim, necə yəni düşmür? Sizin o Nağıyev Rasim adında işçiniz mənə deyib ki, bəs belə də, qüsur olsa 100%'dir, siz sındırmışsınızsa 50%'dir, nəxt şəkildə sənə pul veriləcək. Yenə getdi. Nəysə, zavod qüsuru deyilsə, mənə akt göndərməlidir. Onu da hələ də göndərməyib. Sonra nəyə görə mənə kompensasiya düşmür? Rəsmi məktub istədim, onu da ignor eləyir, mənə cavab vermir. Nəyə görə işçinin yalan danışıb, onu da mənə demir. Nəticədə elə çıxır ki, yalancı mənəm, aldanılan mənəm və kiminsə səhvinə görə pul verən mənəm.